Birləşmiş Ştatlar Qrenlandiyanı zəbt edir və buna qarşı Çin və Qrenlandiya arasında hər hansı bir hərbi müttəfiqlik sənədi yoxdur. Və yaxud da ki, ona dəstək vermə hərbi baxımında belə bir öhdəlik yoxdur. Amma Birləşmiş Ştatların, baxmayaraq ki, Birləşmiş Ştatlar özü Tayvanı vaxtilə Çin ərazisi kimi tanıyıb, amma onun ərazi bütövlüyü, suverenliyinə qarant dövlət kimi bugün Çin Birləşmiş Ştatlar çıxış edir. Yəni, hərbi öhdəliyi var. Demək onda Vüsal müəllim haqlı deyil ki, gedib götürə bilər. Biraz bu nöqteyi nəzərdən müqayisə özü biraz qüsurludur. Birləşmiş Ştatlar elə, necə Çinin reaksiyası çox çönükdür də görürsünüz. Çin, Qrenlandiyanın bağlı məsələdə narazıdır və s. Venezuelanın belə sazişi yox idi də heç kimlə. Kimin? Venezuelanın analoji bir sazişi yoxdur. Sadəcə iqtisadi əlaqələr. Amma Çin, Birləşmiş Ştatlar, Tayvanı belə bir hərbi öhdəliklər var. O nöqteyi nəzərdən Çin bu addımı atanda Birləşmiş Ştatlar faktorunda hesab edirəm ki, nəzərdən qaçılmamalıdır. Yəni, müəyyən mənada ən azı kanallar vasitəsilə, diplomatik kanallar vasitəsilə müəyyən iş getməlidir. Çünki bu halda Birləşmiş Ştatlar özü çıxılmaz. O tərəfi bəli, aydındır. Amma onda belə çıxır ki, bundan sonraki beynəlxalq hüquq və yaxud da ümumiyyətlə beynəlxalq arxitektura belədir. Amerikanın gücü və təsir dairəsi və razılığı. Mən vurulamaq istədiyim də oydu. Ezvan müəllim, mən bəyalarda dedim onu. Birləşmiş Ştatlar qərb yarımkürəsi deyil, mən indi. Asiya regionu Çin indi. Yaponiyada öz zona, Sakit Okean regionu onundur. Newsweek dərgisinin və tez-təsir nə qədər qərbə, siz deyirsiniz, Rusiya gedib Ukrayna tutur və s. Nəinki Ukraynaya? Avropa, bəli, xəritəni də gördük biz. Avropa qitəsi ilə bağlı Rusiya sanki orada bir söz sahibi kimi. Hətta Britaniyanı belə verir ona. Və belə gedir. Amma o xəritədə boz bir zona var idi. Biz ötən dəfə bunu müzakirə elədik. Ora Səudi Ərəbistanı idi, İran idi, İsrail idi. O boz zona kimi baş verə bilər. Afrika. İstisna deyildir ki, biz bundan sonra görək ki, məsələn, Türkiyə nüvə dövləti olmaq məsələsini çox kəskin şəkildə qoysun. Səudi Ərəbistan eyni məqsədi qoysun. Başqalar, yəni nüvə dövlətlərinin sayı, o Almaniya dediyim kimi, Yaponiya, onlar çox rahat onlar üçün. Yəni nüvə dövlətlərinin 9 yox, xeyli arta bilər. Və bunun təhlükəsi ondadır ki, terrorist qruplaşmaların əlinə nüvə silah keçsə, onda o məlum siyasət var idi, policy of containment, çəkindirmə siyasətdə o işləməyəcək. Məsələn, Birləşmiş Ştatlar Əl-Qaydanı vuranda, Əl-Qayda deyir ki, lap gözəl, vur, mən məhv olum, indi al cavabını. Amma Sovet İttifaqı və Birləşmiş Ştatlar buna getmədi. Niyə? Çünki çəkindirmə siyasət var idi. Çünki hər ikisi ölməkdən qorxurdu. Nüvə silahının terroristun əlinə keçməsi bu qlobal fəlakətə gətirib çıxara bilər. Amma terroristun əlinə necə keçə bilər? Məsələn, mən sizə bir şey deyim onunla bağlı. Bir gün soruşurlar Zbigniew Brzezinskidən ki, bizə necə Rusiya lazımdır? Necə Rusiya? Güclü lazımdırmı? Deyir, yox, qətiyyən, güclü Rusiya çox təhlükəlidir, çox ambisiyalıdır və s. Deyir, bizə zəif Rusiya lazımdır. Deyir, yox, qətiyyən, zəif Rusiya olmaz. Çünki o bizim boyda nüvə dövlətidir. O zəif olsa, onun generalları nüvə silahını hətta sata bilər və s. Hər şey gözləmək olar. Deyir, ona bizə necə Rusiya lazımdır? Deyir ki, orta bab. Deyir, necə? Deyir, təxminən İspaniya kimi.